Dostlar, bugünkü dərsimizdə biz FB bloklardan danışacağıq. Keçən dərsdə danışdığımız kimi FB blokla function arasında fərq demək, instance dibinin olmasıdır. Yəni bu da ona imkan verir ki, həm stateful olsun. Stateful odur ki, dəyərləri yadda saxlamaqdır və ikinci imkan verir ki, initial value, yəni ilkin dəyərlər vermək bloka. İndi yaradanda mən sizə fərqi göstərəcəm burada. Deməli, məndə studiya açıqdır, Semantic Manager'ın özü, siz də açın və yeni function blok əlavə edirik. Function blok 2. Gəlin bunun adını biraz oxşar qoyaq bura. Object properties, copy, yəni simvolik naming. Insert function block. Eyni adı qoya bilməli, çünki error çıxacaq bizdə qoysaq. Baxın, oku basıram, deyir ki, eyni simvolik name var, ona görə gəlin dəyişək, belə hop düyməsini basırıq və function block 2-ni açırıq. Tamam, gəlin elə bunun yanında da bizim function açaq və fərqlərinə baxaq. Tamam, elə belə yan bayandı yansa. Vertikal. Deməli, açılan kimi dostlar, baxın burada fərqə. Bu bizdə function'da düzdür. Function'da fərqlər nədədir? Function'da bir dənə temperature datada bizdə adres görsəndə görürsünüz. Inputlarda bu adres yoxdur. Və burada hər bir dəyərdə adres var və sağda initial value var, görürsünüz. Yəni ilkin dəyər hansı ki siz bloka verə bilirsiniz. Bir də state var. Burada deməli bizdə blok çıxandan sonra buradakı dəyərlər yadda qalır. İndi tam yoxlanış eləmək üçün nə edir dostlar? Deməli burada shift düyməsini basıb bunların üçünü də seçirsiniz. Kopya edirik bu bloka, çox vaxtımızı itirməyək. Və keçirik, deməli, altda da var idi bizdə dəyər, kopya, burada paste, eyni cür tempdə var idi, temp, copy, paste. Tamam, bunları elədik və gəlin bu network'ü copy eləyək, birbaşa bura, paste, yox, belə düşməlidir, ya düşməməlidir, yox, belə delete. Tam eləyək burada. Bəli dostlar, gəlin bir də kopya eləyək. Burada. Paste. Tamam, gəlin buranı silək. Belə də saxlayaq yadda. Saxlayaq yaddaşda. Və OB blokun içində yoxlayaq. The interface to block was changed. OK, yes bilməsini basırıq. Yes. Temp, state bunlar yerindədir. Və gəlin açaq OB blokun. OB bloku bağlayayım. Və açıq OB1 blokunu. Deməli, yeni network əlavə eləyək. Və bura dostlar, bizim FB blokundan bu funksiyonu əlavə edirik. Burada fərqlər nədədir? Gəlin OB function'da qoyum yanına. Tak. Bir dəqiqə bunu silim. Silim. Burada gəlin lat seçək ki, yan-bayan dursun bunlar. Tak, FB və FC. Deməli, burada birinci fikir versəz, function üçün artıq burada sual işarəsi var ki, bu o deməkdir ki, ilkin dəyəri mütləq yazmalısınız. Burada isə 3 nöqtə o deməkdir ki, bu öz yaddaş blokundan götürəcək bunu və ehtiyac yoxdur ilkin verməyə, yəni 0 ola bilər. Yəni, bu bloku silək və bura deməli, biz artıq dibi blok verməliyik, dibi 1 yazaq, enter. Yazıb ki, yəni bu blok yoxdur, yaratmaq istənsək yes düyməsini basırıq.
Tamam. Bizdə deməli gəlin eyni deməli funksiyona verdiyimiz kimi MV20 enter, MV22 enter və MV24 enter. Tamam, bu blokda hazırdır. Bunu kod save eləyək və bizim proqramı yükləyək kontrollerin beyninə. Bunları bağlayaq hələ ki. Yes. Və yükləmə edək. Yes. Tamam, yükləmək geçdi. Baxaq bizim blok RAM moda niyə getmədi özü. Bir də yükləmə eləyək. Çox güman ki RAM modda deyildi, ona görə də getmədi, amma bir də yükləyək. All. Yes. Tamam, işlədi bizim PLC-miz. Gəlin açaq OB1 blokunu. Və burada iki blokun ikisini də test edək, ya da bir bloku test edəsək kifayətdir. Keçək online moda. Ehtiyac yox idi əslində, amma belə bassaq. Tamam, burada ilkin dəyərlərimiz sıfırdır. A görsənməyəcək, çünki A-nı artıq cibi bir blokdan götürür. Orada 10 idi ədədimiz və deməli, burada PLC-də dəyişək onları. MV20 enter və MV22 və gəlin bura 10 yazaq və burada 10 yazaq. Tamam, 100 oldu. Niyə 100 oldu? 100 olmalıydı, yoxsa yox. Gəlin burada dəyişək, 20 qoyaq. Bəli, dəyişdi dostlar. İndi isə gəlin bir məsələ də var, onu göstərəcəm sizə. Amma növbəti dərsdə. Dəqiqə burada bir şey yoxlayın. Biz burada FP2-də mən də deyirəm axı bu niyə 100 olur. Deməli, yadımızdan çıxıb initial'a 10 verməmişik. Onu 0 kimi götürür. Olsun, 0 kimi götürsün. Yaxudsa istəyirsinizsə eləyək. Gəlin, onu da dəyişək. Buradan deməli bağlayaq. Bu blokdan çıxaq. Gəlin dəyişək, 2 dəqiq yoxlayaq. Bunu eləyək 10. Eləyək, save. Yes. Change the save load. Yes, buranı bağlayırıq və yenidən yazaq PLC-nin yaddaşına. Yes. Tamam dostlar, gəlin indi blokumuzu açaq. Deməli, OB1. Açığımızı taxırıq. İndi isə dəyərlər tam fərqli olmalıdır. Deməli, 10 və burada 10 yazırıq. Hə dostlar, indi isə dəyişdi. O 10 üstə gəl 10 vurulsun 10 bərabərdir 200.
Və bununla FB blokları qutarıq. Növbəti dərsdə sizə bəzi tuninqlər göstərəcəm bu bloklardan və bundan sonraki dərsdə bir məsələ də var, onu göstərmək istəyərdim. O qısa dərs olacaq. Yenə də çox sağ olun, təşəkkür edirəm hamınıza. Və çox ümid edirəm ki, bu dərsimiz sizə kömək edəcək. Sağ olun, təşəkkür edirəm.